Qaraçuxur qəsəbəsində notaruslar üzbəüz, ərazini tanıyanlar bilir. Yəni, Qaraçuxur qəsəbəsinin ən gözəl ərazisində çox gözəl bir evi sizin üçün təqdim etməyə gəlmişik. Dostlar, evin həyəti, təmiri, yəni tam ürəyinizcə olacaq. İlk öncə istəyirəm həyətini göstərəm. Belə ağaçlarıdır, sonra evin daxilini də sizin üçün təqdim edəcəm. Allahın izni ilə tam sənətli, paket qubçalı bir ev, 2 mərtəbə, super təmirli, zövqlə təmir olunmuş bir evi təqdim etməyə gəlmişik. İzləyin dostlar. Tərəfində belə bir yerimiz də var. Burada sanuzel qeyd edəcəm. Evimiz 5 otaqdan ibarətdir. Otomatik qalxan jaluz qapısı və həyətində 24 saat kamera müşahidə sistemi ilə əlavə olaraq həyətində yay-qış mətbəxi də mövcuddur. İndi isə dəyərli izləyicilərim, evin daxili ilə sizi tanış edəcəm. Bura villamızın hol hissəsidir dostlar. Sağda mətbəximiz, solda isə zalımız, qonaq otağımız yerləşir. Villamızın zalıdır, dəyərli izləyicilərim. Onu da qeyd edim ki, divarlar işləmələri ilə təmir işləri görülüb. Tvistentimizdir, gördüyünüz kimi. Gözəl bir dənə tvistent yığılıb, şəbəkə pəncərəsidir, öz məhəlləsinə baxır. Birinci mərtəbədə zaldan və mətbəxdən əlavə olaraq belə bir yataq otağımız var. Ölçüləri hardasa 15-16 kvadrat metr ölçülərə sahibdir. Evimizin girişində belə bir dolabımız var, əlavə leşlərin yığılmaq üçün və divara yığılmış güzgümüz mövcuddur. İstipolla təmin olunub, evin sanuzeli, sanitar qovşağı, mətbəx hissəsi istipolla təmin olunmuşdur. Bura evimizin kombi və çamaşırxana otağıdır və sanuzelimiz, sanitar qovşağı. İkinci mərtəbəni sizin üçün təqdim edirəm, dəyərli izləyicilərim. Bura evimizin 2-ci mərtəbəsidir. Pol hissəsi istipolla təmin olunub. Divarda gördüyünüz kimi belə bir rəsmlərimiz, müasir üslublu təmir işləri görülüb. Hol hissəsinin daxilindən eyvana çıxışımız da var, amma mən sizə ilk öncə otaqları təqdim edəcəm. Bura bir otağımız.
Bura növbəti otağımız, dəyərli izləyicilərimiz. Belə geniş, gözəl otağımız var. Hardasa 16-17 kvadrat metr ölçülərə sahibdir. Evin təmirində ağ rənglərə üstünlük verilib. Gördüyünüz kimi qapılar ağ. Evin divar kağızları ağ rənglərdən istifadə olunub. Çox gözəl bir evdir dostlar. İndi növbəti otağı və ikinci mərtəbədə yerləşən sanuzeli sizin üçün təqdim edəcəm. İçində sanuzel, sanitar qovşağımız var. Ben göstərək. İkinci mərtəbədə yerləşən ümumi sanitar qovşağımızdır. Aksesuarlarla təchiz olunub, tam hazır vəziyyətdədir. Evimizin ikinci mərtəbədə olan balkon hissəsidir. Eyvan hissəsidir. 13 metrəlik uzunluğa sahibdir. 13 metrəlik uzunluğu var. Qarşısı da açıqdır. Yəni operatorumuz göstərsin. Qarşısında hündür mərtəbəli bina yoxdur. Evin həyətinə baxacaq. Heç bir bina, hündür mərtəbəli bina yoxdur. Dostlar, evi sizin üçün təqdim etdim. Dəyərli izləyicilərim. Allah xeyir versin kim alsa. Qiymətdə də əməlli başlı indirim olunub. Bu evi səhifəmizdə bir neçə ay əvvəl paylaşmışam 500.000 manatla. İndi isə evin qiymətində ev sahibi tərəfdən əməlli başlı indirim olunub. 475.000 manata düşüb. Evimizin qiyməti ev sahibi tərəfdən 475.000 manata endirilib. Xeyirli olsun dostlar, bu evlə bağlı nə sualınız olsa buyurub əlaqə saxlaya bilərsiniz. Evin sənədləri ilə deyim ki, yəni ev tam sənədlidir. Torpağın da, evin də sənədi var. Paket qurcalı bir evdir. Keyfiyyəti barəsində də tam arxain ola bilərsiniz. Gəlib inşallah canlı da baxa bilərsiniz. Çox keyfiyyətli tikilib. Mərtəbələr arası hamısı monolit betondur. Bu ev 2 sot yarımın üstündə inşa olunub. Kim istəsə əlavə arxada 2 sot yarım torpaq da var. Yəni onu da ev sahibi alan adama sata bilər. Dostlar, evin qiyməti 475.000 manat. Buyurun, zənginizi gözləyirik.